Bir təyyarə, bir faciə və möcüzə. Həmin gün 67 nəfər üçün adi bir səyahət idi. Ta ki o ana qədər. O təyyarədə nələr yaşandı? Qəzanın arxasında yatan həqiqətlər. Qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Heç eşitmədiyiniz təfərrüatlar. Gördüm, o yerdən bir paçaq qopubdu. Şahidlər. С этого сожда я уже голову не поднял. Все ехали туда, был ажиотаж. Və acı dolu ailələr. Самолет упал. Да не может быть. Dünyasını dəyişənlər siyahısından 13 yaşlı Məhəmmədəli Yeganov da var. Когда узнала, что там выжившие, до самого последнего момента. J2 8243 son uçuş 31 mart 22:00-da Baku TV-də.